Bir restoranda yeyib dadını çox bəyəndiyim adı şumartin olan bu blinçiklə sizi də tanış edirəm. İlk öncə xəmirə aid olan bütün ərzaqları blenderla qarışdırıb krep xəmiri hazırlayıram. Ərzaqların miqdarını yazılı şəkildə qeyd edəcəm. Məhlulu tavada incə yayıb qızardaraq kreplərimi hazırlayıram. Duz da əlavə etdiyim suda toyuq filesini tam bişirərək daha sonra rahat olsun deyə mikserlə didirəm. Soğanı və göbələyi incə-incə doğrayıram. Kökü isə rəndələyirəm. Bitki yağı əlavə etdiyim tavada əvvəlcə soğanları biraz yumşalana qədər qovururam. Daha sonra kökü, sonra isə göbələyi əlavə edib bişirib qovururam. Yağa düşüb qovruldu, indi isə üzərinə toyuq filesini əlavə edirəm. Daha sonra qaymaq, duz, istiot və pendir əlavə edərək 5-6 dəqiqədə bişirib içliyimi hazırlayıram. Mən mozzarella pendiri əlavə etdim, Holland pendiri ilə də çox ləzzətli olar. Kreplərin arasına içlikdən bolluca qoyub göstərdiyim şəkildə bükürəm. Hazırladığım blinçikləri əvvəlcə yumurtaya, daha sonra suxariyə bulayıb bol yağda hər tərəfli qızardıram. Və şumartin blinçiklərimiz hazırdır. O qədər zərif və ləzzətli olur ki, mən soyuq halda yeməyi çox sevdim, məncə belə daha dadlı olur. Yediyim gündən bəri dadı damağımda qalmışdı, amma artıq özümdə hazırlayıram. Hər kəsə nuş olsun.